Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala seyyidina ve nebiyyina Ebil Qasimil Mustafa Muhammed. Allahümme salli ala Muhammed ve ali Muhammed. Rabbi şrahli sadri ve yassirli emri ve ehlul ugdeten min lisani yefkahu kavli. Esselamu alel Hüseyin ve ala Ali ibnil Hüseyin ve ala evladil Hüseyin ve ala ashabil Hüseyin. Danışırın əvvəlində bildiyiniz kimi Xums barədə danışırdıq. Bütün ilahi vəzifələrə qarşı çox diqqətli olmalıdır. İnsan çox diqqətlə yerinə yetirməlidir. Xüsusilə bu həssas məsələnin üzərində çox diqqətli olmalıyıq. Çünki bizim namazlarımız, bizim qidalanma, bir çox məsələlər buna bağlı olduğu üçün gərək daha çox diqqətli olaq. Xoms barədə bəzi məlumatlar verildi qardaşlara və qeyd elədik ki, bir adamın gəliri olsa, fərqi yoxdur, müxtəlif yollarla insanın gəliri var. Hər hansı bir forma ilə olur olsun, gəlir əldə edir. Bu şəxs artıq bilməlidir ki, il ərzində, il keçəndən sonra bir adam işə başlayır, yanvar ayının birindən işə başlayır. Növbəti yanvar ayının biri onun Xums ili sayılır. Vacibdir ki, gündəlik tələbatını ödəyən, ehtiyacları ödəyəndən sonra artıq qalanın Xumsunu versin. Bir adam əgər keçmiş illərdə bu vəzifəyə qarşı birdən səhlənkar olub, bilməyibsə, məlumatsız olub, təqlid etdiyi müştəhidin nümayəndəsindən o keçmiş vəzifəsini təyin etməlidir. Yalnız İmam Zaman nümayəndəsi olaraq mərci təqlid və ya onun səlahiyyətli nümayəndəsi onun məsələsini həll edə bilər. Təqlid yoxdursa, Allah eləməsin, təqlid barədə düşünüb, təqlid eləməliyik. Etdiyimiz halda da öz mərci təqlidimizin nümayəndəsini tapıb, o keçmiş illərdə ki, mən Xums verməmişəm, onlar mənim qoynumda qalıb. Mən qiyamət günü cavab verməliyəm o keçmiş mənim çıxartmadığım o Xumslara. Və bunun yolu budur ki, mən o nümayəndə ilə onun səlahiyyəti var, bu məsələni həll eləsin. Amma bir adam indi məsələlərinə diqqətlidir, həddi buluğa təzə çatır və hal-hazırda vəzifəsini istəyir təyin eləsin. O hansı vaxtda işə başladısa, misal mən yanvar ayının birini çəkirəm. Yanvar ayının biri işə başladı, növbəti yanvar ayının biri bu dediyim şəraitlə ehtiyaclarını ödəyəndən sonra onun əgər artıq qalan malıdır, puludur, əşyalardan ola bilər, geyinmədiyi olsa, qida məhsullarından işlətmədiyi olsa və il ərzində alınıb və işlədilməyib və ya paltar alınıb, geyinilməyib, gəlir əldə edib, pul ehtiyaclarından sonra artıq qalıb, bütün bunların beşdə biri Allahın haqqıdır. Ondan sonra yerdə qalanlar bizim üçün halal olur. Bu dinin göstərişidir, dinin bizə bəyan elədiyidir. Mən qısa olaraq bu ehtiyaclar barədə danışmaq istəyirəm. Baxın, o tələbatlar. Bu tələbatlar 3 hissəyə bölünür. Bir, bizim işlətdiyimiz əşyalar. Bəzi əşyaları biz gündəlik işlədirik. Məsələn, düyü kimi, çörək kimi və digər məsələlər, bunlar mən il ərzində qazancımdan bunlara sərf eləyə bilərəm. Bu, bir mənim məsrəfimdir. Yəni, bunlara mən sərf eləyirəm. İkinci, o sabit əşyalara mən
ehtiyacımı ödəyirəm o sabit əşyalarla. Ev kimi və maşın kimi digər həyatda lazım olan vasitələr və bir də yaşayışın axarında lazım olan xərclər. Məsələn, qonaq gəlir, qonağın qarşılamaq üçün xərclədiyim xərc. Və bunun kimi bir neçə ayrı bir istirahət üçün ayırdığım və ya digər məsələlər üçün xərclədiyim. Bu 3 dənə növ bizim yaşayışımızda ödənişlərimiz, tələbatlarımız ola bilər. Çox diqqətli olun o məsələyə bağlı. Biz dedik ki, bu məsələləri niyə qeyd edirəm, diqqət edin. Baxın, biz dedik ki, il ərzində o gündəlik yaşayış tələbatlarını ödəyəndən sonra artıq qalanın xumsu var. O tələbatlar ki, yaşayışda ödəyirəm, onları bu 3 hissiyə böldüm. İndi bu tələbatlar ki var, mən gündəlik o tələbatlarımı ki, yaşayışda istifadə edirəm, bu qeyd eləyəcəyim 5 şərtlə onlara xums düşmür. Bu 5 şərt icra olunsa, o gündəlik yaşayışımda mənə nə lazım olur, onu mən xaric eləyəcəm, sonra artıq qalanın xumsunu çıxardacam. Birinci budur ki, o yaşayış üçün, mənim təminatım üçün xərclədiyim o pullar bu ilin qazancından əldə olunmuş pul olsun. Əgər ki, keçmiş illərdəndir xumsu çıxarılmayıbsa, artıq onun xumsu verilməlidir. Baxın, istəyirəm o ayıram, xums məsələmi ayıram ki, nələrə mənə xums gəlmir və nələrə gəlir. Mən əgər o yaşayışımı təmin eləmək üçün istifadə elədiyim bu 3 yerdə bu şərtlər olsa, mənə bunlara xums düşmür. Birinci buydu ki, bu ildə qazandığım puldan olsun. İkinci budur ki, orta həddə, şənimə uyğun mən o xərclərimi eləyim. Məsələn, mənim o orta ürfi şənim, misal deyirəm, telefon məsələsində, misal 50 min mənim o şənimdir, o telefona xərcləmək, o qazancıma görə. Mən əgər bu şənimə uyğun xərc eləməsəm, 50 əvəzinə gəlib 150 xərc eləsəm, artıq burada o 100-ünün mən xumsun çıxartmalıyım. O tələbatlar ki, deyirəm, yaşayışda onlara xums düşmür. Şərti budur ki, o adi həddə mənim şənimə uyğun olsun. Üçüncü şərt budur ki, israf hesab olunmasın. Və dördüncü şərt budur ki, o həmin şəxsin il ərzində ehtiyacı olsun həmin məsələyə. Və beşinci, sonuncu şərt də budur ki, il ərzində mən onları istifadə eləmiş olum. Məsələn, mən bir meşok düyü alıram. Mənim yaşayışımın təminatıdır bu bir meşok düyü. Aldım, həmən ili mən onu istifadə eləmədim ümumiyyətcə. O istifadə etmədiyimə görə il ərzində bir il keçdi, onu istifadə eləmədim. Və yaxud paltar aldım, bir il ərzində geyinmədim. Elə olan halda da yenə bu, baxmayaraq ki, o yaşayışın tələbatındandır, amma istifadə eləmədim, xumsun da hökmü budur ki, o artıq qalanı. Bunun ki, mənə lazım olmuyor. Mən istifadə eləməmişəm, onun gərək xumsunu çıxardım. Bunlar hamısı dəqiq məsələlərdir ki, hər bir şəxs gərək daha diqqətli hər birini oxusun, araşdırsın, sual versin və öz vəzifəsini doğru düzgün bilsin. Allah inşallah bizi də bu məsələlərə ki, bizim doğrudan mənəviyyatımıza, bizim ailəmizə, bizim nəslimizə təsir qoyur. Bu məsələyə inşallah Allah bizi diqqət edənlərdən qərar versin, salavat zikr eləyər.
Dünənki mövzunun xülasəsi bundan ibarət idi ki, İmam Hüseyin əleyhissalam dinin hakimiyyəti üçün qiyam elədi. Bir böyük ilahi vəzifəni icra etmək üçün İmam Hüseyin əleyhissalam qiyam etdi. Və bu ilahi vəzifə dinin insanlar arasında, cəmiyyətdə hakim olması idi. Və bu məsələni əsas götürərək biz bu mövzu ilə çıxışımızı davam etdirdik ki, biz necə dini hakim edə bilərik? İmam Hüseyin əleyhissalama bu yolda necə yardımcı ola bilərik? Necə kömək eləyə bilərik İmam Hüseynə? Birinci keçən məclisin mövzusu buydu ki, bu dini ilk öncə özümüzdə yaratmalıyıq. Düşüncələrimizi dəyişməklə, əməllərimizi dinə uyğunlaşdırmaqla, əxlaqımızı din istəyən kimi tənzimləməklə, özümüzdə, ailəmizdə dini yaratmaq və yaşatmaqla İmam Hüseyin əleyhissalama kömək eləyə bilərik. Çünki cəmiyyəti təşkil edən biz fərdlərik. Biz fərdlər, biz insanlar düzəlsə, cəmiyyət düzələcək. Cəmiyyət çünki bizlərdən təşkildir. Belə bir hikmətli söz var, həqiqətə uyğundur, yaxındır. Qeyd edirlər, əgər dünyanı dəyişmək istəyirsənsə, özündən başla. Birinci, özünü dəyiş. Dinin hakim olmağını istəyiriksə, istəməliyik də, bu bizim qeyrətimizdən qaynaqlanmalıdır. İmam Hüseyin əleyhissalamın yolunu gedənlərdə bu qeyrət olmalıdır. Bu məclislərə yığışanlarda bu qeyrət olmalıdır. Çünki İmam Hüseyin əleyhissalam bizdən bunu istəyir. Dini hakim olması, dinin icraatı, yəni Allahın əmrlərinin cəmiyyətdə icra olunması, insanlar arasında, ailədə Allahın sözünün hakim olması. Bunu hamı istəməlidir. Allahın istəyi bizdən budur. Çünki bundan yaxşı yaşayış yoxdur. Yeganə düz yaşayış budur. Allah hakim olsun. Allahın kəlamları, Allahın qanunları hakim olsun. Mən bu mövzunun davamında qısa olaraq İmam Hüseyin əleyhissalamın o vəfalı səhabələrinin xüsusiyyətlərinə işarə etmək istəyirəm. Sonra başqa bir mövzuya qayıdacağam ki, dinin hakim olması üçün özümüzdən əlavə hansı işi görə bilərik və həmən mövzu əmr bil məruf və nəhyəz münkərdir, yəni yaxşılığa dəvət və pislikdən çəkindirmə. Bu mövzuya başlamazdan qabaq İmam Hüseyin əleyhissalamın o vəfalı səhabələrin ki, Həzrət buyurdu, onların tayı bərabəri yoxdur. Onların xüsusiyyətlərinə qısa olaraq işarə edəcəm. Çünki qeyd elədik ki, dindarlıq düzdür, özümüzdə yaratmalıyıq. Din bizdə hakim olmalıdır. Amma bir dənə təhlükə qarşısındayıq ki, əgər o din doğru mənbədən və doğru metodla əldə olunmasa, insan imam qatili olmaq həddinə qədər təhlükədədir. İmam Hüseyin əleyhissalamın qatilləri dindarlar idi. Dünən də dedim, dini zahiri olaraq icra eləyənlər idi. Hətta qeyd ediblər, gecə namazı qılanlar da var idi aralarında. Mən sübh namazına diqqət eləməyi deməm, gecə namazı. Quranı o gözəl avazla oxuyanlar idi. Amma bu xüsusiyyətlər ki, qeyd edəcəm, onlarda yox idi. Buna diqqət eləməliyik. Din istəyirik, yaşayaq, bu xüsusiyyətlərlə yaşamalıyıq. Baxın, İmam Hüseyin əleyhissalamın səhabələrinin önəmli xüsusiyyətləri buydu ki, mərifət əhli idilər.
Mərifət sözünü işlədəndə bir Azərbaycanda o mərifət qanacaq ifadəsi var. Bir də dinimizdə mərifət irfan sözündən gəlir. Mərifət yəni tanımaq, agahlıq. Dində dərin biliyə malik idilər, agah idilər, bəsirətli idilər. İmamlarını tanıyırdılar, haqqı tanımışdılar, zamanlarını tanımışdılar, zamana imamını tanımışdılar, dəqiq imamlarını tanımışdılar və öz istəklərini imamın istəklərindən önə keçirtmirdilər. Mən mötərizə arasında bu məsələni deyim, bəlkə də dinin icrasının ən çətin məsələsidir bu. Baxın, öz istəklərimizdən qabağa keçirtmək, imamlarımızın istəyini, Allahın istəyini. Kim bunu bacara bilsə, Kərbala şəhidlərindən eyni xüsusiyyətə malikdir. Bizim hər birimizin bir düşüncələrimiz var, bir istəklərimiz var, bir addımlarımız var. Əsl bəndə, əsl vilayətçi, yəni imam yolu gedənlər, əsl Hüseynçi odur ki, o istəklərini dinin istəklərindən, Allahın istəyindən, imamın istəyindən önə keçirtməsin. Öz istəyini arxada qoysun, imamın istəyi baxsın nədir, onu icra eləsin. Və bunun üçün də mən imamın istəyini birinci tanımalıyam. Allahın istəyini tanımalıyam. Baxın, bu tanımaq nə qədər önəmlidir. Tanımasam, nədəni önə keçirdəcəm? Tanımasam elə biləcəm ki, elə mənim o istəyim ki var, elə imamın istəyidir. Əl-ilmu imamul əməl. Elm əməlin yol göstərənidir. Elm gərək bizim əməllərimizin, agahlıq gərək bizim əməllərimizin yol göstərəni olsun. Biz gərək birinci agah olaq. Qurandan, imamın hədəflərindən, imamın rəftarlarından, dinlə. Din yəni Quran və Əhl-i Beyt. Dinlə mən gərək tanış olam, agah olam və ondan sonra dinin istəklərini öz istəklərindən önə keçirdən. Saymaqla tutarmaz bu nümunələri. Amma bir dənə bunu qeyd elədim ki, bəlkə də bəndəliyin ən çətin şərti budur. İmam Hüseyin əleyhissalamın o tarixi kəlamı, rizam berizaq, İlahi sənin o razılığına razıyam. Kərbalanın ən böyük dərslərindəndir. Baxın, bu öz istəkləri deyil, sırf Allaha təslim olmaqdır. Kərbala şəhidlərinin dindarlığı bundan başlayır. Baxın, bu mərifət, yəni agahlıq, bəsirət və öz istəklərini zəmanə imamının, Allahın, Allah Rəsulunun istəyindən qabağa salmamaq. Baxışları dərin idi Kərbala şəhidlərinin. Dindar idilər, amma zəmanədən agah idilər. Və haqq cəbhəsini müəyyən eləmək baxışları var idi, qüdrətləri vardı. Haqq cəbhəni tanısınlar, batil cəbhəni tanısınlar, haqsızlıq edəni, zülm edəni, zalımı tanısınlar və haqq cəbhədə qərarlaşsınlar. Məada yəqinləri var idi. Dindarlıqları belə idi ki, sanki behişti cəhənnəmi görürdülər, belə yaşayırdılar. Ona görə şəhadətin ağuşuna getdilər. Hətta İmam Hüseyin əleyhissalam o gecə möhlət verdi. Heç biri yerindən tərpənmədi. Tərpənməyi düşünmədilər belə. Amma belə bir yəqinliklə məada, qiyamətə, belə bir yəqinlik xüsusiyyətləri var idi. İbadət xüsusiyyətləri də öz yerində Allahla ibadətə, raz-ı niyaza necə eşqləri var idi. O son Aşura günü o möhlət istəyib Allahla ibadətləri bunun nümunəsidir. Pak insanlar idi, daxilləri pak idi, əlləri, gözləri, ayaqları pak idi. Haramdan tamamilə uzaq idilər.
dindarlıqları belə idi. İnsanlara zülmdən tamamilə uzaq idilər. Haqla mübarizə aparmaqdan tamamilə uzaq idilər. Başqa bir xüsusiyyətləri onların vəfadarlığı və şücaəti idi. O ki, iman gətirdilər, bildilər Allahın istəyi budur, buna vəfadar idilər. İtaətkar idilər, təslim və sonuncu qeyd elədiyim xüsusiyyət azad idilər. Dünya bunları bağlamamışdı özünə, əsir eləməmişdi. Bütün o bağlılıqlardan özlərini qırmışdılar. O ki, azadlıq biz bu qədər deyirik, dində var azadlıq və qərbdə bəzən azadlığı təbliğ eləyir. O düşmənin təbliğ elədiyi azadlıq özlərinə sərf eləyəndir. Yəni insan Allahın əmrlərindən də azad olsun, hicab taxmaqda, namaz qılmaqda azad olsun. Düşmənin təqdim elədiyi azadlıq budur. Bu zillətə aparan azadlıqdır. Əsl azadlıq ki, din bizə tanıtdırır, o lazımsız, yersiz bağlılıqlardan azad olasan. İnsan özünü dünya malından, bağlılıqdan azaldır. Azad eləyir, olur azad. Bağlı deyil. Dünya malı məni saxlamır ki, mən gedəm məscidə. Dünya işi məni saxlamır, gedəm filan xeyir işi yerinə yetirir. Mən azadam. O azadlıq Kərbala şəhidlərinin əsas xüsusiyyətlərindən idi. Deməli, biz əgər İmam Hüseyin əleyhissalama kömək etmək istəyiriksə və etməliyik, bunu düşünməliyik, bu bizim dini qeyrətimizdən irəli gəlməlidir. İlk öncə biz dini hakim olmasında imama kömək etmək istəyirsə, bu dini özümüzdə, ailəmizdə bacardığımız qədər yaratmağa çalışmalıyıq. Və bu qeyd elədiyim xüsusiyyətlərlə, zahiri dindarlıqla yox, belə dindarlıqla. Bugün danışmaq istədiyim mövzu ki, bununla da biz İmam Hüseyin əleyhissalama, onun hədəflərinə kömək edə bilərik, dinin hakim olması üçün. Dinin icra olunması üçün, Allahın qanunları icra olunması üçün bu yaxşılığa dəvət və pislikdən çəkindirmədir. Əmr bil məruf və nəhyəz münkər. Quranın, rəvayətlərin o qədər təkid elədiyi məsələdir ki, aylarla danışsan qutarmaz. Tərk olunmuş bir vacibatdır. Unudulmuş və son dərəcə misilsiz faydası olan vacibatdır. Cəmiyyətimizin bütün problemləri bu vacibatı tərk etməkdəndir. İmam Hüseyin əleyhissalam özü buyurur, mən bunun üçün qiyam eləmişəm. Yaxşılığa dəvət və pislikdən çəkindirmə. Sadəcə söz olaraq deməyim, İmam Hüseyin əleyhissalamın öz kəlamını oxuyub tərcümə edirəm. Bismillahirrahmanirrahim. Ənni ləm əxruc əşirən və lə bətirən və lə mufsidən və lə zalimən. Mən hakimiyyət üçün, məqam post üçün, fəsad, zülm törətmək üçün qiyam eləmirəm. İnnəmə xərəctu li tələbil islahi fi ümməti cəddi sallallahu aleyhi və aleyh. Mən cəddim Həzrəti Muhammed dininin islah olunması üçün qiyam eləyirəm. Uridu ən amura bil ma'ruf və ənha anil munkar. İstəyirəm ki, yaxşılığa dəvət edeyim və pislikdən çəkindirim. Baxın, İmam Hüseyin əleyhissalam hədəf açıqlayır. Mən yenə mövzum bu deyil, söz gəlir, çox önəmlidir, gərək məsələlərə işarə edəyəm. Baxın, İmam Hüseyin əleyhissalam bizə bir də bunu öyrədir ki, insan şəxsi həyatında, ictimai həyatında hədəfi olmalıdır. Allah təbarək və teala buyurur, elə güman etməyin ki, biz sizi hədəfsiz, bihudə, boş yaratmışıq.
Mən hərdən o ünsiyyətdə olduğuma, özümə də bəzən ünsiyyətdə olduğum həm müsəlman qardaşlarıma, həm şiə qardaşlarıma, həm qeyri-müsəlman qardaşlarıma hərdən bu sualı verirəm ki, indiyənə kimi həyatında, yaşayışında bir dayanıb fikirləşmirsən ki, mənim bu dünyaya gəlməkdə hədəfim nədir? Allah məni niyə yaradı? Mən bir məqalə yazanda orada qeyd eləmişdim ki, bu bizim ən önəmli suallardan biri yox. Bu məsələ bizim ən önəmli sualımız olmalıdır. Ən önəmli. Çünki mən insanam, Allah məni yaradı. Bu yaradılışda hədəf nədir? Bir insanın şəxsi hədəfi var, bir ictimai hədəf. İmam Hüseyin əleyhissalam ictimai hədəfi açıqladı ki, mən hansı hədəflə qiyam eləmişəm? Hədəf yaxşılığa, dəvət və pislikdən çəkindirmə prinsipi ilə cəmiyyətdə islahat aparmaq. Hər birimiz əgər İmam Hüseyin ardıcılı olmaq istəyirsə, bu hədəfimiz olmalıdır, ictimai hədəfimiz. Bu prinsipdən islahat aparmaq. Hədəf, ümumi hədəf nədir? İslahat aparmaq. Azalıq təəssüflər olsun. Qabaqlar, ağsaqqallar, ağbirçəklər bu məsələyə hətta dinin bir göstərişi olmasını bilməsələrdə əməl edirdilər. Mən indi bunun tərk olunmasının fəsadlarını hədisdən deyəcəm. Sadəcə bunu qəbul eləyək ki, bu ilahi vacibat tərk olunub. Uşaqdan həddi buluğa çatandan yaşlıya kimi hamının boynunda şəraitinlə vacibatdır. Hamı tərəfindən cəmiyyətdə tərk olunur. Ailəmizdə, ətrafımızda Allaha qarşı üsyan olunur və çox vaxtı da şəraiti var ha. Amma əməl eləmirik. Laqiyidik bu məsələyə qarşı. Mən bunun fəsadlarını qeyd eləyəcəm. Amma ən azından insan özünə sual verməli ki, mən niyə bigadəyəm? İmam Hüseyin əleyhissalam bunun üçün qiyam elədi. Allah Teala buyurur, sizin aranızda bu işi görənlər olmalıdır. Allah əmr edir. Vəl təkum minkum ümmətun yad'una iləl xayr ya'muruna bil ma'ruf və yanhavna anil munkar. Sizin aranızda gərək insanlar olsun, xeyrə dəvət eləsin, yaxşılığa dəvət eləsin və pislikdən çəkindirsin. Niyə yoxdur, niyə azalıb aramızda? Bu barədə gərək bir cəmiyyət olaraq, bir toplum olaraq düşünək. İmam Hüseyin əleyhissalamın ictimai hədəfi buydu. Yaxşılığa dəvət və pislikdən çəkindirmə. Allahın elçisi, Allahın Rəsulu Həzrəti Muhammed buyurur, Ələ əxbirukum ən əqvamin leysu bi-ənbiya və lə şühədə təxbituhumun nas yevməl qiyamə. Sizə bir insanlardan xəbər verirəm, nə peyğəmbərdirlər, nə şəhiddirlər. Amma insanlar qiyamət günü elə qibt eləyəcəklər onlara. Bu hədisdən mən başa düşdüyüm budur ki, peyğəmbərlərlə və şəhidlərlə müqayisə eləyir. Deməli, bu qeyd eləyəcəyi dəstədə onlara bərabər savaba malikdir. Səbəbini mən sonda qeyd eləyəcəm. Peyğəmbər buyurur, sizə xəbər verirəm, nə peyğəmbərdirlər, nə şəhiddirlər. Amma insanlar qiyamət günü elə qibt eləyəcəklər onlara. Onlar kimdir? Yə'murunəhum bimə yuhibbullah və yənhəvnəhum əmmə yəkrəhullah. Onlar o şəxslərdir ki, Allahın sevdiyi o xeyir işə dəvət eləyirlər və pis işdən çəkindirirlər. Niyə Peyğəmbər şəhidlərlə eyni dəstədə? Çünki Peyğəmbərlər də bu işi görürdü, hədəfləri buydu. Şəhidlərin də hədəfi budur. Ümmətdə islahat üçün onlar canlarından keçiblər. Başqa bir
əzəmətli hədisə buna diqqət edin. Yenə əziz İslam Peyğəmbərindən buyurur: "Mən amərə bil ma'ruf və nəha anil munkar, fəhuvə xəlifətullahi fi ərdihi və xəlifətu rəsulillahi və xəlifətu kitabi." Kim yaxşılığa dəvət eləsə və pislikdən çəkindirsə, Allah elçisini və Allahın kitabının, Quranın yer üzündə xəlifəsidir. Xəlifə yəni nümayəndə. Bir adam əmr bi məruf nəhy-əz münkər edirsə, Allahın yer üzündə nümayəndəsidir. Səbəbi də bəllidir, Allaha çağırır. Allahın çəkindirdiyindən uzaqlaşdırır. Bu, Allahın elə yer üzündə nümayəndəsidir. Görün nə böyük məqamdır. İmam Hüseyin əleyhissalam yaddan çıxmasın, gərək elə daim bu məsələləri xatırladıq özümüzə. Məhərrəmlikdə, qeyri-məhərrəmlikdə İmam Hüseyin bunun üçün qiyam elədi. Əhli əyalından bunun üçün keçdi. Ailəsi, xanımları əsir düşdülər bunun üçün. 6 aylıq körpəsi fəda oldu bunun üçün. Ki biz şəraiti yarandı, laqeyd yanaşmayaq. Namaz qılmır bir adam, sənin o bir dənə xoş sözdən bir kəlmə ona eləcə bunu deyəsən ki, Allahın da əmrini icra eləməyib, kimin əmrini icra eləyəsən? Nə üçün Allahın əmrinə laqeyd sən namaz qılmırsan? Bunu səndən öz həmcinsin deyil, səni yaradan, sənə bu qədər neymətlər verən Allah istəyir səndən bu namazı. Bunu deməyə bizə mani olan nədir? Niyə dəvət eləmirik başqalarını? Bir səbəbi insanın qəflətidir, laqeydliyidir. Bir səbəbi budur ki, özümü düşünürəm. Özüm namaz əhlindən oldum, başqaları mənim üçün maraqlı deyil, olmalıdır maraqlı. Biz insanıq, ictimai varlığıq. Allah eləməsin, şərab içir, fürsət yarandı, onu çəkindirmirəm bu işdən, ya başqa digər günahlardan. Sonda deyəcəm, nəticə ardınca da olmamalıyıq. Bunun nəticəsi nə olacaq? İmam Hüseyin əleyhissalam qiyamından bizə bir də bunu öyrətdi ki, nəticə Allahın əlindədir. Bəni Umeyyə sülaləsi necə yerlə yeksan oldu? Halbuki o əvvəllərdə biz zahir bin, o bəzi səthi baxanlar, sadəli o insanlar İmam Hüseyin əleyhissalamın o şəhid olduğunu görür orada. Dərin baxanlar, Allah-pərəstlər, imam tanıyanlar görür bunun təsiri bu günümüzə kimi 1400 ildir gəlib çıxır. Nəticə ardınca da olmamalı. Sən vəzifəni yerinə yetir. Allah səndən o vəzifəni istəyir. Sən denən, o təsir Allahın əlindən. Allah istəyir sənin əlindən, sənin vasitəndən o işi görsün. Təsiri qoyan Allahdır. Sən güya kimisə dəyişmək iqtidarındasan. Kimisə namaza gətirmək iqtidarındasan, ya çəkindirmək, sən vəzifəni icra elə. Səndən Allah bunu istəyir ki, bu vəzifəni yerinə yetirəsən. Laqeyd olmayaq gələn bu ilahi göstərişə. Görün, Əli əleyhissalam bu ilahi vacibatın əzəməti barədə nə buyurur? وَمَا أَعْمَلُ الْبِرَّ كُلِّهَا وَالْجِهَادُ فِي سَبِيلِ اللّٰهِ عِنْدَ الْأَمْرِ بِالْمَعْرُوفِ وَالنَّهْيِ عَنِ الْمُنْكَرِ إِلَّا كَنَفْسَةٍ فِي بَحْرِ اللُّجَّةِ. Həzrət buyurur, əmr bi məruf və nəhy-əz münkər bütün xeyir işlərin yanında, hətta Allah yolunda cihad, cihadın yanında bütün xeyir işlər və Allah yolunda cihad, əmr bi mərufun yanında o dənizdə olan qətriyə bərabərdir, damcıya. Əmr bi məruf, nəhy-əz münkər bir dəryadır, bir dənizdir və digər bütün xeyir işlər o cümlədən Allah yolunda cihad bir damcıdır. Səbəbi isə yenə
Əziz İslam Peyğəmbəri və İmam Əlinin hər ikisinin hədisində mən gördüm. Buyururlar, işlərin, bütün xeyir işlərin icrası buna bağlıdır. Ona görə bu qədər dəyəri var. Allah dininin icrası bu tərk olunmuş vacibata bağlıdır. Amma bir məsələyə də diqqət eləməliyik ki, bu işi yerinə yetirən şəxs özü də bacardığı qədər bu məsələləri xeyrə dəvət edirsə, özü də o xeyri yerinə yetirməyə çalışmalıdır. Pislikdən çəkindirirsə, bacardığı qədər özü də çəkinməlidir. Əks halda hədislərdə var ki, bir adam çəkindirdiyindən özü çəkinməsə münafiqdir. Dəvət etdiyini özü yerinə yetirməsə, o aparan insanı nifaqa çıxardar. İmam Baqir əleyhissalam buyurur, Allah Teala Şueyb peyğəmbərə vəhy elədi. Və buyurdu ki, sənin qövmündən 1000 nəfəri həlak edəcəm. Onlardan bağışlayın, 10.000 nəfəri həlak edəcəm. 100.000 nəfəri 100.000. 100.000 nəfəri sənin qövmündən həlak edəcəm. Onlardan 40.000-i pis insanlardır, şər insanlardır, günahkarlardır. 40.000-i, o 100.000-dən 40.000-i günahkardır. Qalan 60.000-i isə yaxşı insanlardır, xeyirli insanlardır. Həzrəti Şüeyb əleyhissalam dedi, Ya Rabbi, həulə ilə əşrar, fəmə bəlul əxyar. İlahi, bu şər insanları bildik ki, bunları həlak edəyəsən, bunlar şər insanlardır. Bəs o xeyirli insanların həlakəti nədir, onu başa düşmədi. فَأَوْحَ اللّٰهُ عَزَّ وَجَلْ إِلَيْهِ دَاهَنُوا أَهْلَ الْمَعَاسِ وَلَمْ يَغْضَبُوا لِغَزَبِهِ. Bu şəxslər onlardır ki, bunlar həlak olan o xeyirlilər. Onlar günahkarlarla keçindilər, günahkarlarla bir yerdə oldular və mənim qəzəbim üçün qəzəblənmədilər. Yəni, əmr biməruf və nəhyəz münkər eləmədilər. Bu səbəb oldu ki, Şüeyb əleyhissalamın dövründə o yaxşılar da o pis insanlarla bərabər həlakətə uğrasınlar. Baxın, bu həlakət bir zahir var, bir mənəvi. Bu dövrdə də insan əgər bunlara, bu məsələyə laqeyd qalsa, o günahkarlarla yanaşı bu da həlak olur. Biz də həlak oluruq, əgər bu vacibatı yerinə yetirməsə. İmam Baqir əleyhissalam buyurur, əmr biməruf və nəhyəz münkər elə bir vacibatdır ki, bütün xeyir işlər onun vasitəsindən bərpa olur. Əli əleyhissalam buyurur, əmr bimərufun və nəhyəz münkər, yaxşılığa dəvət və pislikdən çəkindirmənin bərəkəti budur ki, yollar əmin-aman olar. İnsanın gəliri, alış-verişi halal olar və insanların haqları özlərinə qaytarırlar. Amma bu vacibat tərk olunsa, insanlara şər və zalimlar başçılıq eləyər və insanlar nə qədər dua eləsələr müstəcəb olmaz. İmam Əli və Peyğəmbər Əkrəmin buyurduğudur. Baxın, zalimların hakim olmasının başlıca səbəbi bizim bu vacibatı tərk eləməyimizdir. Əgər bu ilahi vəzifəni icra eləsək, bizə zalimlar hakim olmaz. Və xeyirlərinizin deyir, duası nə qədər dua eləsələr də müstəcəb olmaz. Amma bu sözümü bu məsələ ilə yekunlaşdırıram. Baxın, əmr biməruf və nəhyəz münkərin ən yaxşı forması insanın əməli ilə qarşındakını islah eləməsidir. Bunu hədislər də işarə edir. Mən
özüm əməl etməklə və özüm bu qeyd olunanlara riayət etməklə ən yaxşı əmr bil məruf və nəhy əz münkər formasını eləyə bilərəm. Bəzi hədislərimizdə var ki, insanları dilinizdən qeyri dinə dəvət eləyin. Məqsəd budur ki, əməlinizlə özünüz düz yaşayın, özünüz gözəl yaşayın. Bu gözəl düz yaşamağınız səbəb olacaq insanlar dinə gəlsinlər. Və bu ilahi əmri yerinə yetirən zaman çox diqqət edin, sözümü yekunlaşdırıram. Bu ilahi vəzifədə biz qarşı tərəfləri düşmən gözündə görməməliyik. Alimlərin yaxşı sözü var. Onun müqabilində deyil, onun yanında olaraq bu işi icra eləməliyik. Bir adam qarşısında görsə kimisə müxalif olaraq bu əmri Allah istəyən kimi yerinə yetirə bilməz. Onun yanında olub bu işi icra eləmək lazımdır. Əgər yanında olsam, mən ürək yanğısından bu işi yerinə yetirəcəm. Onu çəkindirirəm, ürəyim yanır ona, istəyirəm, xeyirxahlığımdan bu işi görürəm. Qəzəbimdən, Allah eləməsin, ona olan nifrətimdən deyil, onu sevdiyimdən. Bu olsa təsir qoyacaqdır. Belə bir niyyəti özümdə yaradıb, qarşı tərəfi dəvət eləsəm, ya çəkindirsəm, öz təsirini qoyacaq. İmamlarımızdan bir hədis var, bu mövzu ilə bağlı. Baxın, deyir, mömin odur ki, səhvlərini qardaşına hədiyyə eləsin. Hədiyyə sözünə diqqət edin, bunu istəyirəm izah edirəm. Bir adamın səhvi var, xətası var, ətrafımızda olur. Biz də bu mövzudan danışıq da, pislikdən, nöqsandan, günahdan çəkindirmə. Hədiyyə nədir? Hədiyyəni insan gözəl təqdim eləyir. Aparır, gözəl təqdim eləyir də, hədiyyəni necə gəldi, qışqıra-qışqıra, qəzəbli vermirlər ki. Hədiyyəni gözəl təqdim eləyirlər qardaşına. Və qardaşın da hədiyyəni verək gözəl qəbul eləsin. Bizə gətirib hədiyyə versələr, onu əlindən vurub geri çəkmirik ki, hədiyyəni sevinirik, qəbul edirik. Belə bir ruhiyyə olmalıdır. Görün, imamlarımız necə dəqiq vurğuluyurlar. Mömin odur ki, öz qardaşına onun nöqsanlarını hədiyyə eləsin. Hər iki tərəf riayət eləməlidir. Həm o çəkindirən gözəl hədiyyə necə verilir, elə qəbul eləyəndə hədiyyəni necə alır, elə qəbul eləməlidir. Bu məsələnin mərhələləri var, əmr bil məruf və nəhy əz münkər və şərtləri var. Uzun oldu danışığım, bunu saxlayıram sabahsı günə, inşallah ardını sabah qeyd eləyəcəm ki, bunlar da çox önəmlidir. Hansı mərhələləri var? Mən birini çəkindirirəm pis işlərdən, mərhələləri nədir və şərtləri nədir? Dinimiz hansı şərtləri qoyur? Mən bu şərtləri öyrənməliyəm, bilməliyəm, öz başına mən hərəkət etməməliyəm, zərər olacaq, azğınlıq olacaq. Öz yanımdan bilməyərəkdən etdiyim hərəkətlərin çoxu ziyanlıdır. Ona görə müraciət eləməliyəm dinə, alimlərə, mərci təqlidlərə, kitablara, üsulunla, yolunla öyrənməliyəm. Allah inşallah bizi bu tərk olunmuş vacibatı düşünənlərdən qərar versin. Amin. İlk öncə özümüz riayət edib və başqalarına qarşı bu ilahi vacibatı ki, namaz kimi, oruc kimi vacibdir şəraiti yarandı. Allah inşallah bizi bu ilahi vəzifəyə laqeyd olanlardan qərar verməsin. Amin. Bir neçə dəqiqə inşallah rozə ilə də sözümü yekunlaşdırıram. İmam Hüseyin əleyhissalama, Kərbəla şəhidlərini ixlasla yad eləyək, Muhammed və Ali Muhammedə salavat zikr eləyək. Allahümme salli ala Muhammed və Ali Muhammed.
Esselamu alel Hüseyin ve ala Ali ibnil Hüseyin ve ala evladil Hüseyin ve ala ashabil Hüseyin الذين بذلوا مهجهم دون الحسين عليه السلام. Bugün İmam Hüseyin Aleyhisselam'ın o qeyrətli, şücaətli, Peyğəmbər oxşarı Əli Əkbər balası barədə cavanlar üçün bir örnek, bir nümunə, bir şücaət nümunəsi, bir qeyrət nümunəsi Əli Əkbər ağa barədə bir neçə kəlama işarə eləmək istəyirəm. Əli Əkbər ağa məktəllər yazır, qeyd edirlər. İcazə alıb meydana getmək istəyəndə İmam Hüseyin Aleyhisselam dərhal icazə verdi Əli Əkbərə. Amma o ki meydana yaxınlaşırdı, qeyd ediblər, İmam Hüseyin Aleyhisselam saqqalından tutur və bir titrəmə gəlir canına və üzünü asimana tutaraq belə buyurur. Allahümme şəhəd fəqəd bərəzə iləyhimğulamun əşbəhun nəsi xaləqən və xulqən və məntiqən bi rəsulik. İlahi şahid ol ki, bu düşmən qoşununa tərəf elə bir şəxsi göndərmişəm onlara tərəf ki, həm görünüş baxımından, həm əxlaq baxımından, həm danışıq baxımından Peyğəmbərə ən oxşar şəxs idi. Sonra qeyd ediblər, İmam Hüseyin Aleyhisselam belə bir kəlam buyurur. Əli Əkbər şəhadətə çatan vaxtlarda İmam Hüseyin Aleyhisselam fəryad edir ki, Yəbnə Səd, Qətəallahu rəhimək kəmə qətə'tə rəhimi. İbn-i Səd, Allah sənin sülaləni kəssin, Allah sənin nəslini qət eləsin. Necə ki, mənim bu Əli Əkbərimi şəhadətə çatdırdı. Qeyd ediblər, Əli Əkbər əleyhissalam meydana daxil olur, şücaətlə döyüşür və bu zaman o susuzluq ona hakim olur Əli Əkbərə və qayıdır xeymələrə tərəf, atasının yanına, İmam Hüseyin Aleyhisselamın yanına qayıdır. Belə deyir ki, atacan, o susuzluğun ağırlığı məni taqətsiz edib. Canımız fəda olsun, İmam Hüseyin Aleyhisselam dodağına işarə edərək buyurur ki, mənim balam, mənim o susuzluğum səndən qat-qat daha çoxdur. Mən də həmin o vəziyyətdəyəm, az qalıbdır cəddin Rəsulullah'a qovuşmağa, Peyğəmbər səni sirab eləyəcək. Əli Əkbər ağa meydana tərəf qayıdır və düşmənlərdən Allah'ın lənət olsun bir kəs Əli Əkbər ağanın alnından zərbə ilə vuranda Əli Əkbər ağa taqətini itirir. Məqtəldə ifadə eyni ilə belədir. Mən məclis iştirakçılarından üzr istəyirəm. O ki, Əli Əkbər ağa yıxılır, öz atından tutur, atından bir söykənəcək olaraq istifadə edəndə atı sərgardan Əli Əkbər ağanı qeyd edirlər, aparır
o düşmən meydanına, o düşmənlərin arasına aparır Əli Əkbər ağanı. Məqtəlin sözü budur, bunu demək istəyirəm. Fəqəddəuhu bisuyufihim irbən irbə. Kimin əlində nə var idisə, kimin nəyə imkanı çatırdı, qeyd edirlər Əli Əkbər ağanı onunla vurdular və ifadə budur. O qədər doğradılar ki, Əli Əkbər ağanı tikə-tikə elədilər. Allahın daimi lənəti olsun İmam Hüseyn və Kərbəla şəhidləri, düşmənləri. Ey şəni mələk mənzər, Əli Əkbər, Tahaya üzün bənzər, Əli Əkbər. Keçmiş sənə xatəmdəki çox rəftar, həm məntiqin, əxlaqın ona oxşar, ruhunda da, cismində də nisbət var, ey surəti Peyğəmbər, Əli Əkbər. Hərdən qorudun haqqı əyilməkdən, hifz eylədin İslamı yenilməkdən, heç qorxmadın haqq naminə ölməkdən, eyni ilə baban Heydər, Əli Əkbər. Meydana gedən vaxtı alıb rüsxət, göstərdin ədəb, aldı bəşər ibrət. Fəxr etdi Hüseyn səndə görüb cürət, yox sən kimi cəngavər, Əli Əkbər. Vardırmı fəzilətli cavan sən tək, zülmət gecəyə mahi taban sən tək, kimdir gətirən tabu tavan sən tək, meydanda igid əskər, Əli Əkbər. Sən dinə havadar, Əli Əkbərsən, eşqində vəfadar, Əli Əkbərsən, həm əhdə vəfadar, Əli Əkbərsən. Ey körpələrə dilbər, Əli Əkbər, nəşin düşən an üstünə səhranın, söndü günəşi Həzrəti Leylanın, kül oldu o gün başına dünyanın, gül misli olan pərpər, Əli Əkbər. Və də lənətullahi aləl qavmiz zalimin və səyələmullədinə zələmu əyyəmun qələbin yənqəlibun.